Dolma həm Azərbaycanın, həm də Türk mətbəxinin ayrılmaz yeməklərindəndir. Amma Anadolu tərəflərində dolma biraz fərqli bişir. Adətən içilik salçalı olur. Ləzzəti isə biraz daha turş məzə və qırmızı rəngdə. Bu üslub Osmanlı dövründən qalma ənənədir. Salça əvvəlcə günəş altında qurudulmuş pomidor və biberdən hazırlanırdı. Elə o vaxtdan bəri Anadolu dolmalarına o parlaq rəngi və dərin dadı verib. Biz isə evdə adətən dolmanı bu üslubda bişiririk. Üzərinə limon dilimləri düzürük. Bişdikcə həm ət, həm salçanın qoxusu birləşir. Nəticədə ortaya həm tanış, həm də biraz fərqli dad çıxır.